Keyimimiz, hukukumuz biridir. Şagirdidir hamamızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldır. Min arzuyla aşırdıq, yanırdık. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər sehrli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər sehrli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm düşsəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmakta bizim üçün ne asandı, ne asan. Xəbərsizlik ömrümüzə biz hələ taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər sehrli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər sehrli günləri, ən təmiz arzulu günləri.
çatdım. Birazdan 2012-2013-cu tədris ilinin son zəng səsini eşidəcəyik. 11 il ərzində məzunlar hər gün müəllimlərini salamlayırdılar. Bugün isə biz məzunları salamlamaq üçün toplaşmışıq. Bugün məzunların ömrünün bir mərhələsi burada sona edir. Amma hər sonda bir başlanğıcdır. Məzunlar bir sonun başlanğıcında dayanıblar. Birazdan onların həzin, kövrək və maraqlı çıxışlarını izləyəcəyik. Onlar bugün şagirdlik adına əlvida deyərək müstəqil həyata qədəm qoyacaqlar. Məktəb müqəddəs məbəddir. Hər bir insan ömrünün bir hissəsini bu məbəddə keçirir. Bazen şirin yuxulardan dönüp şadan keçen kıza sevinciyle yürürler doğma mektep yollarında bir vaxt senin sözlerinden gizli gizli gülerdik biz deyendeki dedikleri doğruymuş setir ne olursan o günleri bir canlı beni götür aziz müellimim dediklerin doğruymuş setir ne olursan o günleri bir canlı beni götür aziz
Zəngil liseyi də öz şagirdlərini məhz bu ruhda xalqımıza, adət-ənənələrimizə layiq vətəndaş kimi yetişdirməkdədir. Zəngil liseyinin pedaqoji kollektivi ölkə rəhbərliyinin təhsilimizə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirir. Bu qayğıya öz əməli fəaliyyətləri ilə cavab verirlər. Nice şair, nice mezun, yetenekli, mənim məktəbi, kamil insan, yetirməncül, əvəzsizdir, zəhmədir. Unutmaram, səni ey məktəb, səni ilk müəllimim, şagird olmaq arzusuyla çırpınacam, səni ey məktəb, səni ilk müəllimim, zaman bilir, olacaqsan, mənim olmam, səni sevim. Aylar ötür, bir gezegen, uşaqlıqdan el düşərdən, əlimizdən tutduğu zaman, sınavlardan keçirəcək. Süzüləcək, şagird olmaq arzusuyla səni məktəb, səni ilk müəllimim, savad bilik, ocağısan, mənim doğmam, zənginliksin, mənim doğmam, zənginliksin, mənim doğmam, zənginliksin. Zəngil liseyi Respublikamızın təhsil sistemində özünə layiq yer tutan təhsil ocaqlarındandır. Hər il yüksək bal toplayaraq ölkəmizin ali məktəblərinə qəbul olan məzunlarımızın fənn olimpiyadalarında, bilik yarışlarında, müxtəlif müsabiqələrdə iştirak edən şagirdlərimizin qazandığı uğurlar bunu sübut edir. Hər il onlarla yeniyetmə bu liseyi bitirir. Onlar çətin, məsuliyyətli bilik sınavından keçərək ölkəmizin və digər dövlətlərin ali məktəblərinə daxil olurlar. Bugün Zəngil liseyinin məzunlarının səsi Amerikadan, İngiltərədən, Almaniyadan, Türkiyədən, Rusiya və digər xarici dövlətlərdən gəlir. Bu il liseyi 106 nəfər yeniyetmə başa vurur. Ümidvarıq ki, bu məzunlar da gələcəkdə ölkəmizə, liseyimizə layiq vətəndaş olacaqlar. A məktəb yolları, məktəb yolları. Sizdə qar da gördüm, duman da çəndə. Könlüm yarpaq kimi titrəyib əsir. Yenə bu yollardan ötüb keçəndə. Hər gün 2 dəfə keçərdim sizdən, hər gün bir yüksəliş, hər gün bir sınaq. Gedişim yüngüldür, gəlişimdə mən hər dəfə bir pillə artırdım ancaq. Hər il təhsil sahəsində müxtəlif səviyyəli müsabiqə və yarışlar təşkil edilir. Liseyimizdə istedadlı şagirdlərin üzə çıxarılması üçün hər tür şərait yaradılmışdır. Liseydə kiçik akademiya, Brainly klubu fəaliyyət göstərir. Liseyimizin şagirdləri də bu müsabiqələrdə iştirak edərək yüksək nəticələr əldə edirlər. Bu il şagirdlərimiz müxtəlif müsabiqələrin iştirakçısı və qalibi olmuşlar. Liseyimizin şagirdləri Nadirli Aynur və Qasımov Orxan yine bu beynəlxalq yarışında 3-cü yerə layiq görülmüşlər. Sabahın alimləri müsabiqəsində Əlibəyli Telara 2-ci yeri qazanaraq liseyimizə qələbə gətirmişdir. Respublika fən olimpiyadalarında da uğur qazanmış şagirdlərimiz var. Belə ki, Dəmirçibəyli Aytaç Biologiya fənnindən,
Məmmədov Yusif Riyaziyyat fənnindən, Bağırova Zəhra və Cəfərov Kazım Azərbaycan dili fənni üzrə uğur qazanmış. Milli lider Heydər Əliyev irsinin öyrənilməsi və şagirdlərə aşılanması Zəngin liseyində də hər zaman diqqət mərkəzində saxlanılır. Azərbaycan dövlətinin banisi, Ulu öndərimiz Heydər Əliyevin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi, onlarda dövlətçilik təfəkkürünün formalaşmasına müsbət təsir göstərir. Ulu öndərin 90-cı il dönümünə həsr olunmuş silsilə tədbirdə liseyimizin şagirdləri fəal iştirak etmişlər. Zəngin Lisey Valideyn Müəllim Assosiasiyası liseyi müxtəlif sahələrdə uğur qazanmış şagirdlərini təbrik edir və xatirə hədiyyələri təqdim edir. Heydər Əliyevin 90-cı il dönümünə həsr olunmuş şeir müsabiqəsində birinci yeri qazanmış Məmmədzadə Lamiyəni təbrik edir və onu mükafatlandırır. Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Gül bayramında liseyimiz çox fəal iştirak etmişdir. Belə ki, ikinci sinif şagirdlərinin bu bayramda iştirakını qeyd etməmək olmaz. Gül bayramında iştirak etmiş bu gül balaları səhnəyə dəvət edirik. mükafatlandırılır. Əliyeva Kəmalə xanım. Əllərəm çağırırlar, sola bax çağırırlar. Ağayeva Ruhangiz xanım. Qarayeva Gönül xanım. Həsənova Könül xanım. Həsənova Gönül xanım. Hüseynova Nisə xanım. Lətifova Səbinə xanım. Dövlətova Pərvanə xanım. Heydər Əliyevin 90-cı il dönümünə həsr olmuş, Şahmat Respublika turnirində qələbə qazanmış Şabanov Nurlav.
Olimpiadası da həmişə olduğu kimi bu ildə öz uğurları ilə bizi sevindirib. Müasir təhsil kompleksinin keçirdiyi 6-cı İntellekt Olimpiyadasında Breyrik komandası birinci yeri qazanmışdır. Komandanın üzvləri buyursun. Qasımov Nurin, Nəsibova Aytaç, Səfərov Aygül, Qurbanlı Könül. Respublikamızda idman sahəsinin inkişafına, gənc nəslin sağlam böyüməsinə xüsusi fikir verilir. Ölkəmiz tez-tez müxtəlif idman yarışlarının keçirilməsinə ev sahibliyi edir. Liseyimizin şagirdlərinin də idman sayəsində böyük uğurları olmuşdur. Gəlin onları təbrik edək. KTV Tərk Silah üzrə Dünya Çempionatında birinci yeri qazanmış 3-cü sinif şagirdi Allahverdiyev Məhəmməd. Karate üzrə Dünya Çempionatında 3-cü yeri qazanmış 4-cü sinif şagirdi Bayramlı Elnur. Liseyimizin şahidlərinin komandası hər il olduğu kimi bu ildə yarışlarda çox uğurla iştirak ediblər. Şahidlər komandasının 11-ci sinif bitirən üzvləri mükafatlandırılır. Komandanın komandiri Məmmədov Ümid. Komandanın şahidləri Həsənov Xəyal və Ağayev Əli. Türkiyədə 10-cu Türkçə olimpiyatlarında mahnı kateqoriyasında 3-cü yerə layiq görülmüş 11 K2 sinif şagirdi Məmmədov Kənan. Liseyimizə uğur gətirən şagirdlərimizin zəhmətini dəyərləndirən Zəngil Lisey Valideyn Müəllim Assosiasiyasına öz minnətdarlığımızı bildirir və çıxış üçün sözü Zəngil Lisey Valideyn Müəllim Assosiasiyasının prezidenti hörmətli Vüqar müəllimə veririk. Çox hörmətli müəllimlər, əziz valideynlər, çox hörmətli məzunlar. Bu günləri doğrudan da Zəngil Liseyinin, ümumiyyətlə Azərbaycanın ümumi təhsil məktəblərində əlamətdar bir gündür. Son zəngə toplaşmışıq bura və hesab edirəm ki, hər bir məzun üçün yadda qalan anları artıq yaşayırlar. Mən ilk öncə sizlərin hər birinizi ürəkdən təbrik edirəm, məzunları təbrik edirəm, müəllimləri ürəkdən təbrik edirəm və təbii ki, başda valideynlər olmaq şərtinə, valideynləri ürəkdən təbrik edirəm ki, bu günləri övladları artıq orta məktəbi başa vurub növbəti mərhələyə qədəm qoyurlar. Mən ilk öncə arzu edirəm ki, məzunların hara nəzərdə tutublarsa, yüksək göstəricilərlə, yüksək balla o ali təhsil müəssisələrinə qəbul olunsunlar. Bu günləri dövlətimiz bütün tədris müəssisələrində nə lazımdırsa hər bir şərait yaradıbdır. Dövlət başçısı, möhtərəm cənab prezidentimiz təhsilin inkişafı ilə bağlı kifayət qədər müvafiq addımlar atılıbdır, sərəncamlar, qərarlar verilibdir. Və hesab edirəm ki, bizim də, məzunların da xüsusilə borcundan ibarətdir ki, əsl vətəndaş kimi böyüyərək, əsl vətəndaş olaraq
bu dövlətin, bu xalqın daim başını, belə deyək ki, özlərini zirvələrə qaldırsınlar bu dövləti və Azərbaycan bayrağını daim zirvələrdə uzatsınlar. Mən sizləri bir daha ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun deyirəm. Sağ olun, var olun. Tədbirimizdə qonaqlarımız da var. Çıxışsız söz Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhmən müəllimə verilir. Əziz tədbir iştirakçıları, mənə verilən fürsətdən istifadə edərək hörmətli başçımız Tahir müəllimin salamlarını sizə çatdırır. Hər birinizi Tahir müəllim kollektivi adından və şəxsən öz adımdan son zəng tədbiri, yeni tədris ilinin başa çatması münasibətində təbrik edirəm. Mən ilk öncə 11-ciləri təbrik edirəm. Onların valideynlərinə göz aydınlığı verirəm. Və demək istəyirəm ki, Zəngil liseyi Respublikamızda, eləcə də Respublikamızdan kənarda salib seçilən təhsil ocaqlarından biridir. Nizami rayon icra hakimiyyəti həmişə bu təhsil ocağından razı qalıb, rayonda keçirilən bütün tədbirlərdə bu təhsil ocağının fəal iştirakını həmişə alqışlamışıq, dəstəkləmişik və kifayət qədər ona öz hədiyyələrimizi vermişik. Mən demək istəyirəm ki, Zəngil liseyində oxuyasan, bu liseyi qutarasan və ali məktəbə qəbul olmasan, bu heç nə məktəbin adına, nə sizin adınıza bir şərəf gətirməz. Bu lisey həmişə öz ənənələri ilə, uğurları ilə yadda qalıb və ümidvaram ki, bu gündən sonra da lisey istər rayon, istər şəhər, istər də Respublikanın tədbirlərində fəal iştirak edəcəkdir. Hər bir qazanılan qələbənin arxasında böyük müəllim əməyi, kollektiv əməyi durur və bu mənada mənə verilən fürsətdən istifadə edib Zəngil liseyinin rəhbərliyini, hörmətli Bayram müəllimi, onun çox əməksevər kollektivini, hər müəllimlərin hər birini, ümumiyyətlə əməyi olan hər bir nəfərinizi bu gözəl gün, bu əlamətlər tədbir münasibətlə təbrik edirəm və hər birinizə yeni gələcək işlərinizdə uğurlar arzulayıram. Ən əsas 11-cilərdən